O Nihat, necəsən qardaşım? Sağ ol qonşu, sən necəsən? Sağ ol, yaxşı olasan. Deyirəm xəbərim var bu qonşu Hikmətdən. Maşın al bax özünə axırıncılardan. Özü də ev tikdirib rayonda 3 mərtəbəli. Sağlığına qismət. Allah yaxşısını qismət eləsin. Xeyirli olsun. Xeyirli olsun deyəndə ki, güya biz bilmirik necə alıb onu. Hələ bu yavərin qızı var. Hansı? Leyla? Ay sağ ol Leyla. Dünənləri gözə bir dənə maşınla gəldi, postledini, qara cipdə. Qaqaş gəldi, düşürtdü, getdi. Bəlkə nişanlısıdır qonşu. Ala nə nişanlı, nə sevgili, güya bilmirik nədir o. Mən onsuz da gözüm su içmirdi o qızdan. Bunu görəndən sonra vapşe. Qonşu bir daha salam. Salam qonşu. Buradan keçirdim, dedim sənə bir dənə Bizon Max verim. Bu nədir? Enerji içkisidir, taurin tərkiblidir. Dadı da əladır, o birilərindən də bir mad ucuzdur. Bu enerji demişkən, bu İqbal əmi var. Deyirəm kişidə bu nə enerjidir? 65 yaşı var kişinin. Kişi 2 dənə obyekt işlədir, oradan pul qazanır. Hələ özü də işləyir, üstəlik də bir dənə pensiya alır. Allah canı sağ eləsin. Yaxşı insandır İqbal əmi. Nə yaxşıdır? Hələ bu yan qonşumuz var. Saxla bir dəqiqə. Qutar da, nə vaxtda kimi belə eləyəsən, sən? Filan kəs bunu elədi, filan kəs qonşu bunu aldı, filan kəs qonşu bura getdi. Nə vaxtda kimi öz burnunu soxasan hamının həyatına. Yaxşı qonşu, sağ ol. Sağ ol. Sən niyə insan qardaşım? Sizin bu yan qonşu Nihat yoxdur? Amma arvadı da